Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı, evdən çıxmır, geymer olub. Hamımız düşünürdük ki, Suriyanın Bəşər Əsəd sabiq lideridir. Ölkədən qaçdı, külli miqdarda pul, zinət əşyaları götürüb ölkədən qaçdı və iddia olunur ki, Rusiyadan sığınacaq alıb hal-hazırda orada yaşayır və bizim gözlədiyimiz o qorxulu həyatı yaşamır. Daha bir dəbdəbəli həyat yaşayır. Oxu.az Almaniyanın Die Zeit qəzetinə istinadən xəbər verir ki, Bəşər Əsəd Moskva yaxınlığında Rusiya təhlükəsizlik qüvvələri tərəfindən qorunur. Məlumata görə Bəşər Əsəd mərmər vanna otağı olan dəbdəbəli villada sakitcə yaşayır. Onun çölə çıxmadan yayındığı və saatlarla onlayn oyunlarla vaxt keçirdiyi iddia olunur. Sabiq Rusiya lideri, indiki prezident Əhməd Əşşaranın başçılıq etdiyi qüvvələrin paytaxt Dəməşqdə yaxınlaşdığı vaxt ölkədən qaçıb. Dəməşqdən havaya qalxdıqdan qısa müddət sonra Əsəd və ailəsinin daşıyan təyyarə Homs üzərində radarlardan itib. Rusiyadan gələn xəbərlərlə sabiq Suriya liderinin taleyi ilə bağlı müammalara son qoyulub. Yəni Rusiyada yaşadığı, olduğu orada iddia olunur. Biz düşünürdük ki, onun cəzası daha ağır olacaq. Çünki insanların haqqına çox girmişdi. Elə bircə dənə yerin altında tikilmiş, yerləşdirilmiş o həbsxana var idi, o düşərgə var idi. İnsanlara, canlı insanlara işgəncə verirdilər, öldürürdülər. 25-30 il idi ailələri onları axtarırdı. Hamı orada yerləşmişdi və hər biri də işgəncəyə məruz qalırdı səbəbi olmadan. Bunların hamısını təbii ki, Bəşər Əsəd edirdi. Amma görürsünüz, o hələ də qorunur.